Biz yenə çıxmışıq gəzintiyə. Yorulmur müəllim, ayaqlarımız dincəlmir. İslam, Hə müəllim. nə gözəl çətirim var. Hə müəllim. Öz çətirim Hüseyin, Təzə alıb, bol Temudan alıb. Bu günlər sizlərlə birlikdə Zəfər Parkının üstünə çıxacağıq. Hazırsanız başlayaq. Burada lifti gözləyirik, çünki 44 metrlik binadır uşaqlar. 10 mərtəbədir və biz 9-cu mərtəbəyə çıxırıq. Niyə? Çünki muzey oradadır. Çox həyəcanlıydım, çünki mən birinci səfərim olacaqdı. Mən nə vaxtdandır Zəfər Parkının üstünə çıxmaq istəyirdim. Gördüyünüz kimi içi belədir. Zəfər Parkının muzeyində yaşanır. Gördüyünüz kimi burada Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Xankəndi şəhərində Qarabağ Universitetinin təmirindən sonra açılışında iştirak edirdi. Bu da şəkilləridir. Burada isə Prezidentimiz İlham Əliyev dövlət bayrağını uzatdığı yerdir. Burada isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilen zəfərin 3-cü il dönümünün həsr olunan hərbi parad keçirilmişdir və Prezidentimiz də burada iştirak etmişdir. Gördüyünüz kimi. Və bunu da deyim ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. 100%. Belə də bir məlumat verim ki, bu park 44 metrlikdəndir. Yəni gördüyünüz bina 44 metrdən ibarətdir. 9 mərtəbəsi var, yox 10 mərtəbəsi var, 44 metrdir. Gördüyünüz kimi.